Salam dostlar. Uşaqlar gelir xəstəxanadan götürməyə inşallah Allahın izniyle. Baxın. Sumqayıtda hamamda dəm qazından zəhərlənən 5 azyaşlı evə buraxılıb. Bu barədə Oxaza uşaqların atası Kamil Cəbrayılov məlumat verib. O bildirib ki, azyaşların vəziyyəti normallaşdığı üçün onlar həkim nəzarəti olmaqla ambulator müalicə üçün evə buraxılıblar. Uşaqlardan 4-ünü dünən, birini isə bugün evə gətirdik. Hazırda vəziyyətləri normaldır. Həkimlər bildirirlər ki, onların tam sağalması üçün evdə müalicə lazımdır. Ona görə də evə buraxdılar. Müalicələri ev şəraitində davam etdiriləcək. Xatırladaq ki, aprelin 1-də Sumqayıt şəhər Hacı Zeynalabdin qəsəbəsində bir ailənin 6 azyaşlı üzvü hamamda dəm qazından zəhərləniblər. Azyaşlar xəstəxanaya yerləşdirilsə də onlardan birinin həyatını xilas etmək mümkün olmayıb. İnşallah götürək. Allah hamı uşaqlarını qorusun, həmçinin bizi. Allah amanına. Mən getdim.